Bizim bugün baxacağımız mövzulardan biri web proqramlaşdırma və saytın yaradılması mərhələləridir. Saytın yaradılması mərhələləri bir növ kompüter proqramlaşdırması mərhələləri var, yadınıza gəlir. Bir növ ona bənzəyir. Gəlin baxaq. İlk öncə gələk ki, web proqramlaşdırma nədir? Web proqramlaşdırma bizdə səhifələri, saytları biz bilirik də, düzdür? Həmin səhifələr, yəni saytları təşkil edən səhifələr web sənəddir. Amma adi sənədlərdən fərqli olaraq, məsələn, biz Word-da falan sənəd yaratmağa keçmişdik. Adi mətn sənədlərindən fərqli olaraq, bunlarda biz taglərdən istifadə edirik, qabaqda baxacaq. Taglər nə işə yarayır? Taglər bizdə saytın, yəni səhifənin quruluşunu göstərir. Məsəl üçün ki, arxa fonun rəngi bu olsun, bu hissədə şəkil olsun, şəklin ölçüləri bu olsun, burada link olsun və s. Yəni, belə deyək, səhifədə hansı obyektin harada yerləşəcəyi və həmin obyektin əlamətlərini göstərir və bunu oxuyan proqram, yəni web səhifəni oxuyan proqram da deyəndə biz web brauzerləri nəzərdə tuturuq, bundan əvvəlki dərslərdə baxmışdıq. Web brauzerlər həmin mətn sənədini obraz şəklində oxuyur və onu yenidən emal edib bizə qaytarır. Nəticədə biz həmin yazılmış mətni, yəni mətn sənədi kimi yox, web səhifə kimi görürük. Aydındır bu? Bax, həmin bu yazılma qaydaları, yəni ki, belə deyək də, web sənədi dedik ki, web səhifə mətn sənədidir. Bu tərzdə mətn sənədinin yaradılması üçün bizə lazımdır web proqramlaşdırma dilləri. Biz web proqramlaşdırma dillərinə HTML-ə baxacağıq və bu kifayət qədər mürəkkəb bir prosesdir. Bu işlə bizdə xüsusi komandalar məşğul olur, yəni bir adam üçün çətin bir işdir. Burada dizaynerlər var, web proqramçılar var və s. Baxaq, indi biz bu hansı mərhələli şəkildə baş verir? Bu işlər hansı mərhələli şəkildə baş verir? Cəmi 6 mərhələdir. Birinci mərhələ layihələndirmədir. Layihələndirmə mərhələsində bizdə layihənin meneceri qarşıya qoyulan məqsədi müəyyənləşdirir. Bütün bundan irəli gələn məsələləri həll edir. Məsələn, maliyyə məsələsidir, tutaq ki, komandanın yığılmasıdır, nə lazımdır və s. Bu kimi məsələləri həll edir və yekunda bizdə texniki tapşırıq yaradır. Texniki tapşırıqda bizdə layihəyə olan tələblər hamısı doluğun öz əksini tapır. İkinci mərhələ bizdə dizaynın hazırlanmasıdır. Dizaynın hazırlanmasında birinci mərhələdə qarşıya qoyulmuş məqsədə uyğun saytın eskizləri hazırlanır və bu eskizlər sifarişçiyə göstərilir, təqdim olunur. Sifarişçinin seçdiyi eskiz əsasında biz artıq işə başlayırıq. Eskiz deyəndə bizdə adi vərəqdə çəkilmiş çertyoz ola bilər və yaxud da qrafik redaktorlardan istifadə edərək hazırlanmış bir şəkil ola bilər. Yəni, saytın, gələcək saytın görünüşü, quruluşunun bir hissəsi. Düzdür mü? Aydındır? Növbəti mərhələ bizdə səhifənin maketinin qurulmasıdır. Bu mərhələdə biz müxtəlif dillərdən, HTML-dən, CSS-dən və s. istifadə edərək səhifənin, yəni ümumi görünüşü necə olacaq, o qurulur web proqramçı tərəfindən. Daha sonra səhifənin ümumi görünüşü, yəni strukturu qurulandan sonra biz səhifədə işləyən proqramları qurmağa başlayırıq. Yəni servislərin proqramlaşdırması, servis proqramlarının qurulması deyək də. Məsəl üçün, bizdə girəndə qeydiyyat istəyən və yaxud da qonaq üçün ayrıca görünüş rejimi olan, ya tutaq ki, istifadəçilərin sayını hesablayan, bəyənlərin, kommentləri yazmaq üçün olan və s. proqramları qururuq. Daha sonra gəlir saytın nəşri və informasiyanın doldurulması. Bu mərhələdə bizim sayt demək olar ki, hazırdır. Sadəcə içində informasiya yoxdur. Biz saytı informasiya ilə doldururuq və hosting xidmətinə təqdim edən şirkətin serverinə yükləyirik və artıq bizim saytımız hazırdır. Yekun olaraq bizdə müşayiətdir. Müşayiət nədir? Müşayiət mərhələsində biz saytı təbliğ edirik, saytı istifadə edən insanların fikirlərini öyrənirik, bu fikirlərə uyğun müəyyən texniki xidmətlər göstəririk, saytda müəyyən kiçik dəyişikliklər və s. Və aşağıdakı sxemdən də görürük ki, bu mərhələlərin hər biri digərindən yaranır. Yəni, bir mərhələni keçəndən sonra digərinə keçmək mümkündür. Biz saytı yaratdıq. Yaxşı. Bəs saytı nə üçün yaradırlar? Sayt yaratmaqda məqsəd nədir? Burada bir neçə məqsəd ola bilər. Bir, biz
hər nəyisin saytını yaratmışıqsa, məsələn, hansısa bir şirkətdir, hansısa bir qurumdur, bu qurumu təbliğ etmək üçün. Məsəl üçün, universitetlərin saytları buna misal ola bilər. İkinci, biz sayt üzərindən satış edirik və bundan gəlir əldə edirik. Məsələn, bizim bir şirkətimiz var. Şirkətimiz müəyyən məhsulları istehsal edir. Həmin məhsulları biz internet üzərindən sata bilərik. Üçüncü, biz, bu da bir növ ikinciyə oxşuyur. İkinci ilə birincinin qarışığı kimi də demək olar. Biz artıq internet üzərindən satmırıq. İnternet üzərindən məhsullarımızı reklam edirik. Və burada məqsəd budur ki, müştəri saytdan məhsulu seçir və sonra gəlib yerindən, mağazalardan və yaxud da hər hansı bir yerdən alır, əldə edir. Aydındır? Bizdə web sayt yaratmaq üçün, yəni web səhifə yaratmaq üçün mətn redaktorlarından da istifadə etmək var. Ümumilikdə web səhifə yaratmaq üçün 3 əsas vasitə var. Birinci vasitə bizdə mətn redaktorlarıdır. Məsəl üçün, Notepad, WordPad, Word, ondan sonra Microsoft nədir? OpenOffice.org, Writer və s. kimi mətn redaktorlarından istifadə etmək olar. Sonra bizdə xüsusi proqramlar, yəni HTML redaktorlardan istifadə etmək olur. VS Code'dur, Atom'dur, Sublime Text'dir və s. Burada göstərmişəm bir neçəsinin, siyahı var. Zaten dərsdə yatacağım. Siyahıda bunu əzbər öyrənmək lazımdır ki, səhərci gün proqramların sırasında seçə bilərsiniz ki, nə üçündür. Sonra bizdə nəhayət gəlir web sayt hazırlamaq üçün platformalar. Bunlara da Wix-dir, WordPress-dir və yaxud da Ukozu misal göstərmək olar. Sayt yaratmaq üçün bizə ilk növbədə nə lazımdır? Saytın məzmununu müəyyənləşdirmək. Saytlarda belə bir məsələ var ki, saytların hər bir sayt bizdə fərqli olmalı. Yəni, unikal bir quruluşa malik olmalıdır. Başqa bir saytı təkrarlamaq olmaz. Və bununla qismən təzadlı səslənsə də, belə ikinci bir qayda var ki, saytların hamısı bir-birinə oxşar olmalıdır. Yəni ki, digərlərinə fərqli, lakin ümumi quruluşa görə digərlərinə oxşar sayt olmalıdır. Bu nə üçün lazımdır? Çünki sənin saytına girən adam, sənin saytının istifadəçisi, belə deyək, çaşqınlıq yaşamasın. Artıq avtomatik olaraq, intuitiv olaraq nəyin harada olduğunu başa düşə bilsin deyə. İstifadəçi üçün, yəni rahatlıq yaratmaq üçün ki, saytı rahat istifadə etsin. Bizdə saytın yuxarı hissəsində həmişə birinci gəlir saytın adı və yaxud da saytın logosu, həmçinin şirkət saytısı, məsələn, şirkətin logosu gələ bilər. Sonra saytın yuxarı hissəsində və yaxud da sol hissəsində bizdə menyu gəlir. Ayrıca məsələn YouTube-u hamımızın yaxşı tanıdığı YouTube-u görünüşünü yada salaq. Telefonlarda olan platformanı deyirlər, sayta girəndə olanı. Nədir? Yuxarıda YouTube yazısı gəlir, sol tərəfdə də bizdə menyu düzülübdür. Və yaxud da Facebook, eyni yuxarıda Facebookdur, sonra da menyusu var və s. Aşağıda, saytın ən aşağısında hər hansı bir əlaqə nömrəsi, sosial şəbəkələrdəki ünvandan, yəni saytın və sosial şəbəkə, hər hansı sosial şəbəkədəki səhifəsindən əlaqə göstərilir. Bu mövzumuz burada yekunlaşdı. Biz indi keçirik ikinci bir mövzuya.